Hal-hazırda Qəbələdəyəm və Qəbələ cəmaatının səndimə belə bir adəti varmış ki, qar yağanda hinduşka kəsirlərmiş. Və bizim də pediatrımız bizə deyib ki, hinduşka bulyonunda yemək hazırlamaq lazımdır və hinduşka ətindən də azca supa əlavə edib övladıma verməliyəm. İndi təsəvvür edin ki, gəlmişəm bura, bazara, hinduşka tapıb, hinduşka kəstirməyə. Və hinduşkanı verdim orada təmizləyən xanımlara və təsadüfən o bəzi səhnələrin, indi demək istəmirəm, özünüz başa düşürsünüz, şahidi oldum o təmizləmə prosesində. İndi deyəcəksiniz ki, nə gözləyirdin ki? Yəni, aydın məsələdir ki, bilirəm ki, öldürəcəklər, hinduşkanı kəsəcəklər. Amma o səhnənin belə biraz tükürpədici, belə təsir edəcəyini bilmirdim. Yadıma düşdü ki, o vaxtları nişanlı ərəfəsində, Qurban bayramında xalqımızın adəti var axı, qurban kəsilir gəlin üçün və onu gəlin evinə bəy tərəf aparır. Yoldaşıma demişdim ki, mən istəmirəm ki, sırf mənim adıma, mənə görə hansı heyvan kəsilsin də sadəcə otura bilərik, nəsə bir süfrə arxasında yemək yeyə bilər, belə bir şey. Ona görə yox ki, mən vegetarianam, sadəcə nə bilim, ürəyim gəlmədi ki, sırf mənə görə hansı heyvanı kəssinlər. Başa düşürəm, vur tut məntiq eyni olaraq, vegetarian deyilsənsə, sənin də payın var da o ətlərin kəsilməsində. Amma nəsə ürəyimə pis gəldi, onu etmədim. Amma övladım üçün ki, həkim də deyib ki, bu lazımdır. Gəldim, çox soyuqqanlı, yəni dəhşət soyuqqanlı şəkildə deməzdim, amma normalda olduğum emosiyalar yox idi məndə. İndi bu misalı nəyə görə çəkirəm? Hər bir valideyn övladı üçün ən yaxşısını etməyə çalışır. Gücünün yetdiyi qədər. Xüsusən də o mövzuda, hansı ki, özü uşaqlıqda və yaxud gənclik illərində o şeydən yoxsul olub, o şey onun həyatında olmayıb. Ona görə istəyir ki, özünün olmadığı şeylər, özünün nail ola bilmədiyi şeylərə övladı nail olsun, övladı çatsın. Bu çox gözəl bir şeydir. Amma bu çox önəmlidir ki, belə bir anda bunu tətbiq edərkən valideynlər emosional olmasınlar. Çünki insanı bu cür önəmli məqamlarda yoldan çıxaran, səhv etməyə yönləndirən məhz emosiyalar ola bilər. Yəni bu misalı ona görə çəkdim.